İnşallah bu Kumeyl duası oxuyanlara bir hədiyyəm olsun. Əhl-i Beytdən siz üçün nələr deyim. Kumeyl eşitmişsiniz də bir şəxsin adıdır. Əmirül Möminin 8 dənə dilə sir yoldaşı olub, onlardan biri Kumeyl. Əlbəttə, daha üstünlər olub, malikəşlər daha zirvədə idi. İşim yoxdur, amma Kumeyl də bir yerə yetişmişdi. Əmirül Möminin dərdləşərdi. Kumeyl özü nəql edir, gecənin bir aləmi. Görünən budur ki, gecə yarısından sonra. Gecənin bir aləm. Gördüm Əmirül Möminin qaranlıq bir gecədən. Üzünü qoyub torpağa. Bəh-bəh. Əlican. Üzü torpağın üstündə bir dənə dua oxuyur. İlah və Rəbbim, duanı dinləyirəm qıraqdan. Əli münacat edir. Əli münacat edir. Danışır Allah'la. Ev yoxdur, Kumeyl də sir yoldaşıdır. O da Əliyə yaxındır. O da qıraqdan dinləyir. Deyir, Kumeyl o qədər gözəl dua idi. Əmirül Möminin deyir, o duanı səcdədə oxudu, əvvəldən axıra qədər göz yaşları ilə. Başını qaldıranda deyir, üzü deyir, islanmışdı göz yaşından. Ondan sonra dedim ki, ya Əmirəl Möminin. Ağacan dedi, bəli. Ya Əmirəl Möminin. Bu nə dua idi? Nə gözəl dua idi. Bu mənə deyərsən, öyrədərsən. Əmirəl Mömin dedi, get qələm gətir, kağız gətir. Getdi, qələm gətirdi, kağız gətirdi. Əmirül Mömin həmən duanı dedi, Kumeyl yazdı. Həmən dua Kumeylin adı ilə qaldı tarixdə. Kumeyl duası. Və Əmirül Mömin tövsiyə edib bu duanı Şaban ayının xüsusilə 15-i oxumağı. İnşallah. Nimə Şaban deyilir, o gün oxumağı. Amma belə deyir, Kumeyl deyir ki, İmam mənə buyurdu ki, çalış bu duanı hər cümə axşam oxu. Fikir versin, duanı 4 gün oxuyurlar. Hər cümə axşam oxu. Ya indi bu olmadı da birdən. Heç olmasa həftədə, ayda bir dəfə oxu. Ayda bir dəfə alınmasa, ildə bir dəfə oxu. Kumeyl, işdir birdən o da olmasa, ömründə bir dəfə bəşər gəli oxusun bu duanı. Oxusun bu dünyanı kötüsün. Kumeyl duası. Ondan sonra dedi ki, əgər kim bu duanı oxusa, Allah ona kafidir. Allah ona kifayət edər. Və 4 dənə də faydası var. 1. Turzəq. Allah mənəvi maddi ruzilərin qapısını ona açar. 2. Tunsər. Allah ona kömək eləyər. Qeybi yardımlar və s. Turhəm. Allah ona xüsusi rəhmətini nazil edər. Və tuğfər. Allah onun günahlarını bağışlayar. Bu duanın faydası.